Hər il tikintidə çalışan neçə insan təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün ya bədbəxt hadisə nəticəsində ölür, ya da xəsarət alır. Baş verən bədbəxt hadisələrin araşdırılması zamanı məlum olur ki, əksər hallarda nə işçilər təhlükəsizlik qaydalarına riayət edir, nə də işə götürənlər bu qaydalara riayət etməkdə maraqlıdır. Hündür mərtəbəli bina inşa edirlər, lakin işçilərin təhlükəsizliyi ilə bağlı tələb olunan qaydalara riayət etmirlər. Nərimanov rayonu Əli Əşrəf Əlizadə 30 ünvanında. Nərimanov Estate tərəfindən tikilməkdə olan bu binada işçilərin həyatı işə götürən üçün bir o qədər də əhəmiyyətli deyil. Tikinti ərazisinə daxil olaraq hündürlükdə çalışan işçilərin təhlükəsizlik qaydalarına riayət etməsinin məsuliyyətini həm tikinti şirkətinin rəhbərliyi, həm də hündürlükdə və tikinti ərazisində çalışan işçilərin özləri daşıyırlar. Ancaq təəssüflər olsun ki, hazırda olduğumuz bu tikintinin ərazisində bir çox işçilər təhlükəsizlik qaydalarına riayət etmədən çalışırlar. Belə olmasaydı, 17-ci qatında işləyən bu işçilər nəzarətsizlikdən ölümlə üzə qalaraq işləməzdi. Azqara hər gün tikinti obyektlərində bədbəxt hadisələr baş verir. Əsasən tikinti şirkətləri təhlükəli ərazilərdə əməyə cəlb etdiyi işçilərin təhlükəsizliyinə biganə yanaşmalarına səbəb işçilərin məlumatsızlığı əsas rol oynayır. Biz tikinti ərazisinə daxil olduq, nə bizim kaskamız yoxdur, nə də təhlükəlidir axı. Mənim kaskamdır bu. Siz kaskanızda axı bizim kaskamız yoxdur, bizə heç olmasa kaska verin də. Alıydınız da axırandan. Yox, biz əraziyə daxil oluruq, siz heç nə demirsiniz axı. Yox, siz gəl oradan götürüydünüz. Siz deməlisiniz də, olmaz tikinti ərazisinə daxil. Siz nəinki bizim işçilərin də təhlükəsizliyinə siz o qədər məsuliyyətlə yanaşmırsınız. Amma bu da fakt. Əksəriyyəti əmək müqaviləsindən belə məlumatsızdır. Bəli, indi ola bilər ki, 5 dəqiqəlik ola bilər, amma bütün günü başımızdadır kaska. Müqavilənin nədən ötürü olduğunu bilirsən? Yox, yadımdan çıxır. Əmək müqaviləsinə qol çəkməlisən. Ola bilər, kağız gətirir, qol çəkir, amma oxumamışam, yəni çəkirəm onu. Apardığımız müşahidələr göstərir ki, bu kimi iş yerlərində işçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı əvvəlcədən görülən tədbirlər ürək açan deyil. Özünüzün var, ancaq işçilərinizin yoxdur. Ayaqdan çəkirik, heç birinin başında yoxdur kaska. Əmək Məcəlləsinin 215-ci maddəsində də işə götürənlərin əmək mühafizəsinə dair məsuliyyəti nəzərdə tutulur ki, burada da vacib olan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Adam burada işləyir. Onun adı soyadı yoxdur axı burada. O bunu məktub əsasında işləyir. Məktubu hanı görsədin də adamın adı. Onu biz tapa bilməyəcəyik. Bəs görəsən, bu tikinti şirkətinin rəhbərliyi işçilərin geyim formasına və təhlükəsizliyinə nəzarətin çəkiliş qrupunun gəlişinə görə deyil, üzərinə düşən vəzifə borcu və tikintidə təhlükəsizlik qaydalarına əsasən tənzimlənməli olduğunu bilmirmi? Qeyd edək ki, Əmək Məcəlləsinin 216-cı maddəsinə əsasən işçilərin işə götürənlər tərəfindən verilmiş fərdi mühafizə vasitələrindən təhlükəsizlik qaydalarına riayət edərək istifadə etmələri məcburidir. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Space xəbər.